Bismillah. Elhamdülillah. Ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasul. Amma ba'd. Dünyada ahirətdən əvvəl cəzası gələn günahlardan biri də riyadır. Riya, nemətə küfr etmək və valideynlərin üzünə ağ olmaq. Riya barəsində Abdullah ibn Abbas radiyallahu anhumadan gələn rəvayətdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur: "Mən səmmə'a səmmə'allahu bih və mən ra'a ra'allahu bih." Kim əməlini eşitdirmək üçün edərsə, insanlar eşitsin deyə, Allah Teala onu insanlara eşitdirər. Yəni, onun insanlar üçün etdiyini insanlara bildirər. Və mən ra'a ra'allahu bih. Kim insanlara göstərmək üçün, riya üçün əməl edərsə, Allah Teala onu göstərər. Yəni, onu rüsva edər. Onun riyakar olduğunu bildirər. Riya nədir? Riya əməllərdə Allahdan qeyrisini istəməkdir. Yəni, Allahdan başqası üçün əməl etməkdir. Və onun da növləri, qismləri vardır. Və eləsi vardır ki, əməli batil edir. Əgər əməlin kökündə, əvvəlində riya olubsa, o əməl batildir. Necə ki, əslindən Allahdan qeyrisi üçün əməl edən insan kimi. Zəkat verir, insanlar eşitsin deyə. İnsanların tərifini qazansın deyə. Və bununla Allahın rizasını gözləmir. Və riyanın da eləsi vardır ki, əməli zəiflədir. Savabı, əcri, mükafatı azaldır. Necə ki, insan etdiyi əməllə Allah rizasını gözləyir. Sonra əməl əsnasında əməlini gözəlləşdirir. İnsanların baxmasından dolayı və sonra yenə düzəldir. Yəni, əsnada toxunduğuna görə, gəldiyinə görə əməlin zəifləməsinə, savabının azalmasına səbəb olur. İbn-i Qayyim rahimehullah buyurur ki: "Lemma kana al-mutazayyin bima laysa fihi ay al-mura'i alladhi la yukhlisu lillahi fi a'mali ضد al-mukhlis." İnsanlara bəzənmək üçün əməl edən insan, yəni riyakar, hansı ki əməllərində ixlaslı deyil, o qəlbində olanın əksini büruzə verir və ona görə də Allah Teala onun qəsdinin, məqsədinin əksi ilə onunla müamilə edir. فَإِنَّ الْعَاقِبَةَ بِنَقِيضِ الْقَصْدِ ثَابِتَةٌ شَرْعًا وَقَدَرًا. Qəsdin, məqsədin əksi ilə insana cəzanın verilməsi həm şəriət və həmçində qədər baxımından sabitdir. İxlaslı insanın ixlasının mükafatı, savabı, şirinliyi və həmçinin insanlar içərisində heybət tapması dünyada ikən verildiyi kimi riyanın da cəzası dünyada ikən də verilir. لِأَنَّهُ شَانَ بَاطِنَهُ عِنْدَ اللّٰهِ. Çünki riyakar insan daxilini pisləmişdir. Və həmçinin başqa hədisdə Peyğəmbər s.ə.v buyurur ki: "Mən səmma'an nəsə bi'amalihi səmma'allahu bihi məsami'a xalqihi və sagharahu və haqqarah." Əgər bir kimsə insanlar eşitsin deyə əməl edərsə, Allah Teala onu insanların qulağına çatdırar, eşitdirər və onu alçaldar. riya etdiyi üçün.
İnsanlar görsün, eşitsin deyə etdiyi üçün əməli. Və həmçinin dünyada cəzası gələn günahlardan biri də, əməllərdən biri də nemətə küfr etməkdir. Nemətə küfr etməkdir. Nəhl surəsi 112-ci ayədə Allah Teala buyurur: "Və daraballahu məsələn qaryatan kanat aminatan mutmainnə." Allah Teala bir kəndi misal çəkir. O kənd əmin-amanlıq içərisində idi. Arxayınlıq içərisində idi. Ya'tiha rizquha ragadan min kulli makan. Və o kəndin ruzisi bol şəkildə hər bir tərəfdən gəlirdi. Fəkəfərat bi ən'umillah. Onlar Allahın nemətinə küfr etdilər. Fəəzəqəhə Allahu libasəl cu'i vəl xawfi bimə kanu yasnaun. Allah Teala onların etdiyi əməllərə görə, bu nankörlüğə görə onlara qorxu və acılıq libasını daddırdı, cəzasını daddırdı. İbrahim surəsi 7-ci ayədə Allah Teala buyurur: "Və ittəəzzən rabbukum la in şəkartum la azidannakum və la in kafartum inna azabi lashadid." Rəbbiniz buyurdu ki, əgər siz şükr etsəniz, mən sizə olan nemətimi artıraram. Əgər küfr etsəniz, mənim əzabım bir o qədər şiddətlidir. Allahın nemətinə küfr edən, o nemətin haqqını verməyən, həmd etməyən, şükr etməyən insan özünə şiddətli əzabı vacib etmişdir. Və o insan neməti niqmə, yəni əzabla dəyişdirmişdir. Xoş yaşayışı isə sıxıntı ilə və alçaqlıqla, aşağılıqla əvəzləmişdir. Əminamanlığı isə qorxu və narahatçılıqla əvəz etmişdir. Və həqiqətən bu insanlarda müşahidə olunan bir işdir. وَلَا تَزَالُوا وَقَاعِعُ الْأَزْمَانِ وَشَوَاهِدُ التَّارِخِ تَرْوِي قِصَصَ الْكَافِرِينَ بِنِعَمِ اللّٰهِ الْجَاهِلِينَ لَهَا. Və tarixdə baş verən hadisələr də Allahın nemətlərinə küfr edənlərin hekayələrini qissə edir. Necə onların aqibəti necə olmuşdur. Və Allah Teala necə onları həlak etmişdir. وَلَيْسَ شَيْءٌ يُعْطِ اللّٰهُ عَلَيْهِ زِيَادَ مِنْ غَيْرِ اِسْتِثْنَا غَيْرَ الشُّكُرِ. Yəni əməllər içərisində, mükafatlar içərisində yəni şükrü mükafatı istisnasız verilir. Yəni Allah Teala digər əməllərin mükafatını öz istəyinə bağlayıb. وَيَتُوبُ اللّٰهُ عَلَى مَنْ يَشَاءُ. Allah Teala istədiyinin tövbəsini qəbul edir. وَيَغْفِرُ لِمَنْ يَشَاءُ. İstədiyini bağışlayır. وَيَرْزُقُ مَنْ يَشَاءُ. İstədiyinə ruzi verir. Amma şükrə gəldikdə isə kim şükr edərsə Allah Teala buyurur ki: وَسَنَجْزِ الشَّاكِرِينَ. Biz şükr edənlərin mükafatını mütləq verəcəyik. كَمَا أَنَّهُ لَيْسَ شَيْءٌ يُزِيلُ اللّٰهُ بِهِ النِّعَمْ وَيَمْحُقُهَا غَيْرَ كُفْرِ النِّعَمْ وَجَهْدِهَا. Və həmçinin nemətləri aradan qaldıran, nemətlərin itməsinə səbəb olan neməti inkar etmək, nemətə nankörlük etmək kimi başqa bir şey yoxdur. فَالْكُفْرُ بِنِعَمِ اللّٰهِ مِنَ الْمَعَاصِ الْمُوجِبَ لِلْعُقُوبَاتِ الْعَاجِلَةِ. Həqiqətən Allah Teala'nın verdiyi nemətlərə küfr etmək, nankörlüklə onu qarşılamaq dünyada cəzasını qazandıran günahlardandır. Allah Teala Firon, onun ailəsi haqqında, əyanları haqqında buyurur, hansı ki küfr etmişlər, Allahın nemətlərinə şükr etməmişlər. Duxan surəsində buyurur: "Kəm taraku min cennetin və uyun." Onlar neçə bağlar və çeşmələri tərk etdilər. Və zuru'in və məqamin kərim. Neçə əkinləri və gözəl yerləri, qəsrləri tərk etdilər. Və nə'mətin kənu fiyhə fəkihin. Və onlar ləzzət aldığı nemətləri tərk etdilər. Kəzəlikə və əvrəfnəhə qavmən əxərin. Onların bu yerlərini, mallarını, bağlarını başqalarına varis etdik. Başqalarını o yerlərə varis etdik. Fəmə bəkət aleyhimus-səma'u vəl-ardu və mə kənu munzarin. Onlar üçün onların ölümünə nə göy, nə də yer ağladı. Və mə kənu munzarin. Onlara möhlət də verilmədi. Tövbə etmək üçün möhlət də verilmədi. Və həmçinin dünyada cəzası gələn günahlardan biri də valideynlərin üzünə ağ olmaqdır. Səhih hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Bəbəni muaccələni uqubətuhuma əl-bəğyu vəl-uquq." İki qapı vardır. Onların cəzası dünyada ikən gəlir. Azğınlıq, zülm və valideynlərin üzünə ağ olmaqdır. Valideynlərin üzünə ağ olmaq
onlara itaətdən yayınmaq, onları acılamaq və onlara yaxşılıq etməmək, onlar üçün xərcləməmək valideynlərin üzünə ağ olmaqdan sayılır. Və valideynlərin üzünə ağ olmaq da elə bir günahdır ki, dünyada ikən onun cəzası gəlir. فَيَخْتَصُّ مِنَ الْعَقِّ بِمَا يَشَاءُ وَكَيْفَ يَشَاءُ Yəni Allah Teala valideynin üzünə ağ olan insandan qisas alır, istədiyi ilə və istədiyi formada. İbn Teymiyyə rahimehullah sual verilir. An raculun acaza anil kasbi. Bir insan barəsində qazanmağa acizdir. Və la şey'ə lehu və lehu zəvcə və avlad. Onun heç bir şey yoxdur, zövcəsi və uşaqları var. Fəhəl yəcuzu li vələdihil musir ən yunfiqa aleyhi və alə zəvcəti və ixvaniyyəs sığar. Onun, yəni imkanı olan oğlu onun üçün və onun balaca qardaşları üçün xərcləməlidirmi? Yəni valideyni üçün və öz balaca qardaşları üçün xərcləməlidirmi? Və İbn Teymiyyə rahimehullah buyurur ki, bəli. Əl-vələdul musir ən yunfiqa alə əbəvəyhi. Deməli, imkanı olan evlad valideynləri üçün və atasının zövcəsi üçün və həmçinin balaca qardaşları üçün xərcləməlidir, onlara baxmalıdır. Və illəm yəf'al zəlikə kənə aqqan li əbi. Əgər bunu etməsə, valideynin üzünə ağ olmuş sayılır və qohumluq əlaqəsini kəsənlərdən sayılır və bunun cəzası dünyada və axirətdə də vardır. Həmçinin dünyada cəzası gələn günahlardan biri də faizdir, ribadır. Yəni Allah Teala faizin cəzasını dünyadaykən verir. Riba və sualun nəslil istiqsar və həmçinin insanlardan istəmək, malını çoxaltmaq üçün, yəni ehtiyac üzündən yox, malının çoxalması üçün insanlardan istəmək, yəni dilənmək və həmçinin borcu qaytarmamaq üçün götürmək, tələf olsun deyə borc götürmək, dünyada cəzası gələn günahlardan sayılır. Və bu günahların üçü də faiz, dilənmək və borcu qaytarmamaq üçün və ya tələf olsun deyə borc götürmək, bunların hamısı kasıblığın qapısıdır. Kasıblığın səbəblərindəndir. Fəhiyyə kulluha təulu bi sahibihə iləl qillə və bunların üçü də insanı möhtaclığa, kasıblığa və malının azalmasına gətirib çıxardır. Və üstəlik zəlilliyə gətirib çıxardır. Və zəlikə liənnəl uqubətə min cinsil əməl. Və bu da ona görədir ki, cəza əməlin növünə uyğundur. Necə ki, faiz yeyən insan, yəni malında faiz qatır ki, ticarətində malının çoxalması üçün faizlə məşğuldur və Allah Teala da ona görə əməlin növünə uyğun onu cəzalandırır, onun malını azaldır. Onu daha da çox kasıblar. Ona görə faizə düşən insan, faizlə məşğul olan insan elə çökür ki, bir daha dirilmir. Və kəmə ennəl-ləzi yəsəlun-nəs əmvaləhum və həmçinin ehtiyacı olmadığı halda insanlardan mal istəyən, pul istəyən, dilənən, məqsədi nədir? Malı çoxalsın deyə istəyir, amma onun cəzası nə olur? Allah Teala ona kasıblıq qapılarını açır. Və əhvəcəhu ba'dəmə əğnə. Artıq ehtiyacı olmadıqdan sonra o insanı möhtac, kasıb insanlardan edir. Və kəmə ennə mən əxədəd deyn və həmçinin borc götürən insan qaytarmamaq üçün, onun tələf olması üçün götürürsə, sahibinə hilə qurmaq üçün və o da həmçinin əməlinin növünə uyğun cəza verilir, onun özünün malda tələf olur. Və bunun dəlilləri Quranda və sünnədə çoxdur. Riba haqqında Abdullah ibn Məsud radiyallahu anh'a gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Mə əhədun əksərə minər ribə illə kənə aqibətu əmrihi ilə qillə. Hər hansı bir kimsə faizi çoxaldarsa, faizlə, riba ilə məşğul olarsa, onun işinin sonu, aqibəti azlığa doğrudur. Yəni, onun malı azalmalıdır.
ففي هذا الحديث دليل واضح على أن المكثر من الربا يؤول أمره إلى القلة. Bu hədis açıq aydın dəlildir ki, faizlə məşğul olan insanların sonu, aqibəti kasıblıq və malın azalmasıdır. Necə ki, o özü bu haram yollarla istəyirdi ki, malı çoxalsın, əksinə daha da azaldı. İbn Abbas radiyallahu anhumadan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: İzə zahara zina və riba fi qaryə fəqad əhəllu bi ənfusihim azəballah. Hər hansı bir kənddə, bölgədə, yerdə zina və faiz ortaya çıxarsa, faizlə, riba ilə məşğul olmaq ortaya çıxarsa, onlar özlərinə Allahın əzabını vacib etmişlər. Allah Teala Bəqərə surəsi 278-79-cu ayələrdə buyurur: Ya eyyuhəl-ləzīnə əmənuttəqullaha və zəru mə bəqiyə minər-ribə in kuntum mu'minin. Ey iman gətirənlər! Əgər siz Allaha iman gətirmişsinizsə, ribanın qalan hissəsini tərk edin. Allahdan qorxun, faizi tərk edin. فَإِلَّمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِنَ اللّٰهِ وَرَسُولِهِ. Əgər buna son qoymasanız, Allaha və Rasuluna qarşı hərbə, müharibəyə girişmiş olursunuz. وَاِنْ تُبْتُمْ فَلَكُمْ رُؤُسُ أَمْوَالِكُمْ. Əgər siz tövbə etsəniz, sərmayəniz, yəni onun mayası, malın mayası sizə qalır. لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ. Nə zülm etmiş olursunuz, nə də zülm olunmuş. İbn-i Qayyim rahiməhullah buyurur ki, yəni bu hədə, bu ayədə gələn hədə, təhdid, yəni riba, faizlə məşğul olan insan Allaha və Rasuluna qarşı hərb açmışdır. Allah Teala ona qarşı müharibəni elan etmişdir. Yəni bu kimi təhdid, yəni müharibə elanı riba və həmçinin quldurluğa gəlmişdir, yol kəsənlərə qarşı gəlmişdir. Necə ki, Maidə surəsində quldurlara qarşı da bu kimi təhdid gəlmişdir. وَكَيْفَ لَا يَكُونُ الرِّبَا إِثْمًا مُعَجَّلَ الْعُقُوبَ وَقَدْ لَعَنَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm mən təamələ bih. Və necə ola bilər ki, onun cəzası dünyada ikən gəlməsin? Peyğəmbər sallallahu aleyhi və səlləm riba ilə məşğul olanları lənətləmişdir. Necə ki, Peyğəmbər sallallahu buyurur: La'anallahu akiler riba və mukilehu və şahideyhi və katibehu hum fihi səva. Allah Teala ribanı yeyəni, yedirdəni və iki şahidi və katibi yazanı da lənətləmişdir. Onların hamısı eynidir. Və həmçinin dünyada cəzası gələn günahlardan biri də istəməkdir, dilənməkdir. Və bu da həmçinin malın azalmasını gərəkdirən və insanın aşağılanmasını, alçalmasını gərəkdirən günahlardan sayılır. Və dəlilu zəlikə, bunun da dəlili Abdurrahman İbn Avf radiyallahu anhudan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Thələthun vəlləzi nəfsu Muhammedin biyədin kuntu ləhəlifən aleyhinnə la yanqusu malun min sadaqa fətasaddaqu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm and içərək deyir ki, üç şey vardır. Onlardan birincisi, sədəqə verənin malı azalmır. Sədəqədən mal azalmır. Ona görə sədəqə verin. وَلَا يَعْفُ عَبْدٌ عَنْ مَظْلَمَةٍ يَبْتَغِ بِهَا وَجْهَ اللّٰهِ إِلَّا رَفَعَهُ اللّٰهُ بِهَا. Bir kimsəyə haqsızlıq edildiyi zaman Allah rizası üçün onu əff edərsə, bağışlayarsa, Allah Teala onu qaldırar, ucaldar. وَلَا يَفْتَحُ عَبْدٌ بَابَ مَسْأَلَةٍ إِلَّا فَتَحَ اللّٰهُ عَلَيْهِ بَابَ فَقْرٍ. Hər hansı bir insan istəmək, dilənmək qapısını açarsa, Allah Teala ona kasıblıq qapısını açar. İbn-i Qayyim rahimehullah buyurur, dilənmək əslində haramdır. Yalnız ehtiyac və zərurət halında icazə verilmişdir. Çünki istəmək, dilənmək rübubiyyətin haqqında zülümdür. Və həmçinin istənilən kimdən ki istəyir, ona da zülm etmiş olur. Və istəyən insanın haqqında da zülümdür. Birinci, yəni rübubiyyət məsələsində zülümdür. فَلِيَنَّهُ بَدَلَ السُّؤَالَ وَفَقْرَ وَذُلَّ لِغَيْرِ اللّٰهِ. Çünki istəyən insan
öz istəyini, kasıblığını, zəlilliyini Allahdan qeyrisinə yönətmişdir. Və bu da bir növ qulluq sayılır. Fəvadu'l məsələt fi qeyri mevdi'ihə. Deməli, istəyi öz yerinə qoymamışdır. Və zulmu və zaləmə təvhidəhu və ixlasu və fəqrahu ilallah. Və o insan həm öz tövhidinə, öz ixlasına və Allahın qarşısında olan möhtaclığına zülm etmişdir. Və istəğnə bi sualin nasi an məsələtir Rabb və insanlardan istəyərək kifayətlənmiş və artıq Allahdan istəməmişdir. Və zəlikə kulluhu yahdimu min haqqi təvhid. Bütün bunların hamısı tövhidin haqqını çeynəyir. Və yudfi'u nurahu və yud'ifu quvvətə. Tövhidin nurunu söndürür, tövhidin gücünü zəiflədir. O ki, qaldı onun istədiyi insana zülm etməsi, فَلِيَنَّهُ سَأَلَهُ مَا لَيْسَ عِنْدَهُ. Çünki onda olmayan bir şeyi ondan istemiştir. فَأَوْجَبَ لَهُ بِسُؤَالِ عَلِ حَقًّا لَمْ يَكُنْ لَهُ عَلَيْهِ وَعَرَّضَهُ لِمَشَقَّةِ الْبَذْلِ أَوْ لَوْمِ الْمَنْعِ. Çünki o istemekle onun üzerine hak olmayan bir şeyi ona hak etmiştir. Ve onu meşakkate, çetinliğe düşürmüştür. Və yaxud da vermədiyi zaman onu qınağa məruz qoymuşdur. Verməyəndə də qınanır. Niyə vermədi? فَاِنْ اَعْطَوْ عَلَى كَرَاهَ. Və o insan verəndə də xoşlamadığı halda verir. وَاِنْ مَنَعَهُ مَنَعُ عَلَى اِسْتِحْيَانْ وَاِغْمَاتٍ. Və vermədiyi zaman da həya ilə utanaraq vermir. Və özünə etdiyi zülmü isə فَاِنَّهُ أَرَاقَ مَاءَ وَجْهِهِ. İnsan da isteməklə öz üzünün suyunu tökmüşdür. وَذَلَّ لِغَيْرِ خَالِقِهِ. Xaliqindən başqası üçün zəlil olmuşdur. وَاَنْزَلَ نَفْسَهُ اَدْنَ الْمَنْزِلَتَيْنِ. 2 dərəcədən aşağı dərəcəyə özünü endirmişdir. Və 2 haldan ən ucuzu ilə razı qalmışdır. وَرَضِيَ بِإِسْقَاطِ شَرَفِ نَفْسِهِ وَعِزَّةِ تَعَفُّفِهِ. Öz nəfsinin şərəfinin düşməsinə razı qalmışdır. İffətinin, izzətinin itməsinə razı qalmışdır. وَرَاحَةُ قَنَاعَةِ بِمَا قَسَمَ لَهُ اِسْتِغْنَاؤُهُ عَنِ النَّاسِ بِسُوءِ الْهَمْ وَهَذَا عَيْنُ ظُلْمِهِ لِنَفْسِهِ. Və bu da insanın özünə etdiyi zülümdür. Abu Hureyre radiyallahu anhudan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Mən səələn nəsə əmvaləhum təkəthürən fə innəmə yəsəlu cəmra." İnsanlardan malının çoxalması üçün istəyən insan o özü üçün bir köz, alov istəmişdir. Fəliyəstəqillə əv liyəstəksir. İstəyir bu odu çoxalsın, istəyir azatsın. Yəni malının çoxalması üçün insanlardan istəyirsə, o insan köz istəmişdir, köz, alov. Və həmçinin dünyada cəzası gələn günahlardan biri də, əməllərdən biri də malın tələf olması üçün borc götürməkdir. Yəni qaytarmamaq üçün. Onun dünyada da cəzası özünün malının tələf olmasıdır. فَمَنْ أَخَذَ أَمْوَالَ النَّاسِ يُرِيدُ إِتْلَافَهَا جَزَاهُ اللّٰهُ بِأَنْ أَتْلَفَ نَفْسَهُ. Əgər bir insan insanların malını götürərsə, borc adı ilə tələf etmək üçün Allah Teala onun özünü tələf edər. وَجَلَبَ عَلَيْهِ شُرُورُ وَالْمَضَارِ. Allah Teala ona zərərlər və şərlər gətirər. Abu Hureyre radiyallahu anh'dan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Mən əxədə əmvalən nəsi yuridu ədəəhə əddəllahu an." Bir kimsə insanlardan mal götürdüyü zaman, borc götürdüyü zaman onu qaytarmaq niyyəti ilə, əda etmək niyyəti ilə götürərsə, Allah Teala onun malını əda edər. Qaytarar. Ona yardım edər. وَمَنْ أَخَذَهَا يُرِيدُ إِتْلَافَهَا أَتْلَفَهُ اللّٰهُ. Əgər qaytarmamaq niyyəti ilə və yaxud da tələf etmək niyyəti ilə borc götürərsə, Allah Teala onu özünü tələf edər. فَكَيْفَ يَطْلُبُ عَاقِلَ الْكَثْرَ بِمَا سَيَوُلُ بِهِ إِلَى النَّقْصِ وَالْفَقْرِ وَالتَّلَفِ. Və belə olduğu halda ağıllı insan sonu, aqibəti, naqislik, möhtaclıq, kasıblıq gətirən bir şeylə necə çoxalmaq istəyər? Necə malını çoxaltmaq istəyər? Abu Hazim rahiməhullah deyir ki,
İn kana yughnika ma yakfik fa adna 'ayshuka yakfik. Əgər sənə kifayət olan malla sən qani olursansa, az bir yaşayış, aşağı bir yaşayış sənə kifayət edəcəkdir. Və in kana la yughnika ma yakfik. Əgər sənə kifayət edən malla qani olmursansa, fəleysə fid-dunya şeyun yughni. Onda dünyada heç bir şey sənə kifayət etməyəcəkdir. İnsan yaşadığı əməllər üzərində ölür. İnsan hansı əməllər üzərində yaşayıbsa, o əməllər üzərində ölür. Pis sonluq ziyanın, xusrana düşməyin ünvanı əlamətidir. Allah qorusun. Və su'ul aqibə fin-nar men ubtiliya biha faqad ubtiliya bi'azim. Əgər bir kimsəyə belə bir bəla verilibsə, ona olduqca böyük bir bəla üz vermişdir. Bundan sonra bəla yoxdur. O bədbəxtçilikdir. وَهِيَ مُعَجَّلَةٌ لَوَلَا بُدَّ لِمَنْ أَسْرَفَ فِي الْحَيَاةِ عَلَى نَفْسِ. Dünyada ikən günahlara yol verən, günahlarda israf edən, yəni çoxlu günahlar edən insana cəza olaraq belə bir cəza verilir. Pis sonluq. وَبَاعَ دِينَهُ بِدُنْيَاهُ وَأَعْرَضَ عَنْ ذِكْرِ اللّٰهِ. Allahın zikrindən uzaq olaraq dinini dünya ilə dəyişmişdir. Şəhvətlərinə və havasına tabi olaraq. Günlərdə baş verən hadisələr açıq aydın dəqiqləşdirir ki, xəbər verir ki, pis sonluq Allaha və Rasuluna asi olan üçün bir cəzadır. Necə ki, gözəl sonluq möminlər üçün dünyada gələn bir müjdədir. Ölüm yatağında əməllərin həqiqəti ortaya çıxır. Salih insan, dalih insandan, pis insandan seçilir. Mömin münafiqdən seçilir. Asi itaət edəndən seçilir. فَحِينَ اِذٍ تَتَلَاشَ الْمَظَاهِرُ وَالسُّوَرُ. Və o anı artıq zahiri görüntülər hamısı yoxa çıxır. وَتَتَجَلَّ النَّوَايَ الدَّفِينَ. Daxildə olan, qəlbdə olan pis niyyətlər hamısı ortaya çıxır və ya da yaxşı niyyətlər. فَتَظْهَرُ عَلَى نُطْقِ اللِّسَانِ وَعَلَى شَكْلِ الْوَجْهِ. Və bütün bunların hamısı insanın dilində və üzün şəklində, surətində, formasında ortaya çıxır. Bişaratun nəfs əv qalaquha. Nəfsin sevinci və yaxud da narahatçılığı. Və la yumkinu lil mar'i vaqtaha an yasbir. Yəni o vaxtı, yəni ölüm anında insanın səbr etməsi, dözməsi, müqavimət göstərməsi mümkün deyildir. Və innəmə səbət yevməhə minəllahi vəhdə. Və o anı sabit qalmaq yalnız Allah Teala tərəfindəndir. İbrahim surəsi 27-ci ayədə Allah Teala buyurur: "Yusabbitullahu-llezine amenu bil-qawli-s-sabiti fil-hayati-dunya və fil-axirə." Allah Teala iman gətirənləri dünya həyatında və axirətdə möhkəm sözlə sabit edər. La ilahe illallah. Və yudillullahu-z-zalimin. Allah Teala zalimləri saptırar doğru yoldan və yef'alullahu ma yasha. Allah Teala istədiyini edər. İbn Qayyim rahimehullah buyurur ki: "Fesubhanallah. Kam şahadan nas min hada ibara." İnsanlar bu mövzuda nə qədər ibrətlər görüblər. Gizli qalanlar isə onların gördüklərindən daha çoxdur. فَإِذَا كَانَ الْعَبْدُ فِي حَالِ حُضُورِ ذِهْنِهِ وَقُوَّةِ وَكَمَالِ إِدْرَاكِ قَدْ تَمَكَّنَ مِنْهُ الشَّيْطَانِ. Əgər insan gücü, qüvvəti, ağlı yerində olduğu zaman şeytan ona güc gəlirsə, ona hakim ola bilirsə, onun dilini bağlayırsa, yəni zikr etməyə qoymursa və onun əzalarını ibadətdən yayındırırsa, artıq bütün gücü, taqəti əldən düşdüyü zaman, yoxa çıxdığı zaman onun hal necə olar? Və ona görə İbn Qayyim rahimehullah buyurur ki, ölüm anı elə bir andır ki, insan
artıq gücü qurtarıb. Və şeytan isə bütün gücünü toplayaraq çalışdığı bir andır ki, insan axır anlarıdır, iman üzrə dünyadan köçməsin. Və haşədə aleyhi cəmi'ə mə yəqdiru aleyhi liyənələ minhu fursata. Yəni, bütün gücünü toplayır ki, fürsəti əldən verməsin. Çünki axırıncı əməldir. Fəəqvə mə yəqumu aleyhi şeytanu zəlikəl vaxt. Və şeytanın ən güclü olduğu anlardır və insanın da ən zəif düşdüyü vaxtdır. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyərdi ki, La iləhə illallah, innə lil-məvti ləsəfərat. La iləhə illallah, həqiqətən ölümün çətin anları vardır. فَكَيْفَ يُوَفَّقُ بِحُسْنِ الْخَاتِمَةِ مَنْ قَلْبُهُ بَعِيدٌ مِنَ اللّٰهِ. Qəlbi Allahdan uzaq olan insan necə gözəl sonluğa müvəffəq ola bilər? Allahdan qafildir, nəfsi istəyinə ibadət edir, şəhvətinin əsiridir, köləsidir və dili Allahı zikr etməkdən quruyub artıq Allahı zikr etmir və əzaları isə üz döndərib, günahla məşğuldur. Ən yuvaffiqə lil-xatiməti əl-həsənə, belə olduğu halda necə gözəl sonluğa müvəffəq olsun. Və bundan sonra İbn-i Qayyim rahimehullah ölüm anında baş verən hadisələri xatırladır və deyir ki, birisinə deyilir ki, qul la iləhə illallah, la iləhə illallah de. Və başlayır mahnı oxumağa. Tə-tənə, tintənə və mahnı ilə dünyasını dəyişir, musiqi ilə. Və başqasına deyilir ki, qul la iləhə illallah, la iləhə illallah de və o deyir ki, mə yənfə'inu mə təqul, sənin dediklərinin mənə faydası yoxdur. Yəni, elə bir günah olmadı ki, onu işləməyim. Və la iləhə illallah demədən dünyasını dəyişir. Və başqa birisinə bu sözlər deyilir, deyir ki, onun mənə faydası yoxdur. Ona deyir ki, la iləhə illallah deyir, deyir, onun mənə faydası yoxdur. Mən yadıma gəlmir ki, mən bir dəfə olsa Allah üçün namaz qılım. O da həmçinin demədən köçür. Və bu cür hadisələri gətirilir. Və su'l xatimə axtarul uqubatil muaccil aləl-itlaq. Pis sonluq dünyada verilən cəzalar içərisində ən dəhşətlisidir. Çünki bu elə bir cəzadır ki, bu dünyada və axirətdə məhrumiyyəti qazandırır insana. Bu dünyada aldanmaqdır bu. Li'annəl muaqab biha kəşəfə sitrahu və məxbuə. Çünki pis sonluqla cəzalanan insan öz örtüyünü, gizlətdiyini açmışdır. Və əməlinin pis olmasının əlaməti ortaya çıxmışdır. Və ola bilsin ki, ona qədər o bilinmirdi. Və eyni zamanda da axirətdə də onun aldanmasıdır. Çünki insan hansı əməl üzərində ölübsə, o əməl üzərində də diriləcəkdir. Abu Hurayra radiyallahu anh'a gələn hədisdə, uzun hədisdir. Orada qəbirdə salih insana deyiləcək, ruhu səmaya qaldırıldıqdan sonra Undur ilə mə vəqatəllahu min. Bax, Allah Teala səni nədən qorumuşdur? Sonra cənnətə bir pəncərə açılacaqdır. Və cənnətdəki gülləri görəcək və orada olan nemətləri görəcəkdir. Fəyuqalı hədə məq'aduk, ona deyiləcəkdir ki, sənin yerin buradır. Və yuqalləhu aləl yəqini kund, və ona deyiləcəkdir ki, sən yəqin üzərindəydin və yəqin üzərində də öldün və yəqin üzərində də, yəqinlik üzərində də diriləcəksən. Amma pis insana isə deyiləcəkdir ki, bax, Allah Teala sən nədən çevirdi? Sonra ona cəhənnəmə bir pəncərə açılacaqdır. Və ora baxdığı zaman içi bir-birini yeyəcək və ona deyiləcəkdir, bu sənin yerindir. Şək üzərində idin, şək üzərində də öldün və şək üzərində də diriləcəksən. Və şair buyurur ki, fəyə hədə sətərhəlu an qaribin. Ey filan kəs, insanoğlu, sən yaxında köçəcəksən. İlə qavmin, elə bir cəmaatın yanına ki, kələmuhumus sukutu, onların danışığı susmaqdır. Və kəmə ənə su'al xatimə hiyə uqubətun muəccələ limən dayya əmrəllah cəllə və alə və qafələ anhə və səhə.
Həmçinin pis sonluq Allahın əmrini zay edənlər, Allahın əmrindən bixəbər, qafil olanlar üçün də bir cəzadır. فَإِنَّ حُسْنُ الْخَاتِمَ بِشَارَ مُعَجَّلِ لِمَنْ أَطَاعَ Allah وَاتَّبَعَ سَبِيلَ الْحَقِّ وَالْهُدَى. Amma gözəl sonluq isə Allaha itaat edib, haqq yola tabi olan üçün isə bir müjdədir. Həmçinin dünyada cəzası gələn günahlardan yalan, zülüm və qohumluq əlaqələrinin kəsilməsidir. Yalan, onun ümumi və xüsusi cəzaları vardır. Birinci, yalan insanı pis yola, pis işlərə yönəldir. فَهُوَ مِنْ عَظَمِ أَسْبَابِ الْغِوَايَ وَالضَّلَالِ. Yəni, yalan danışmaq zəlalətin və azğınlığın ən böyük səbəblərindəndir. İbn Məsud radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. İnnə sıdqa yəhdi iləl bir. Həqiqətən doğru danışmaq insanı yaxşılığa yönəldir. Və innəl birrə yəhdi iləl cənnə. Və yaxşılıq da insanı cənnətə yönəldir. Və innəl rəculə lə yəsduqa həttə yüktəbə indəllahi sıddiqa. Yəni, bir insan o qədər doğru danışar ki, nəhayət Allah qatında sıddıqlardan yazılar, doğru danışanlardan. Və innəl kəzibə yəhdi iləl fucur. Yalan insanı pisliyə yönəldir, pis işlərə yönəldir. Və innəl fucur yəhdi iləl nar. Pis işlər də insanı cəhənnəmə yönəldir. Və innəl rəculə lə yəkzibu həttə yüktəbə indəllahi kəzzəbə. Və bir insan o qədər yalan danışar və nəhayət Allah qatında kəzzablardan, yalancılardan yazılar. Və ikinci cəzalarından, yalanın cəzalarından narahatçılıq və şək şübhədir. İnsanın rahat olmamasıdır. Hansı ki, rahatlıq, qəlbin rahat olması səadətin əsasıdır. Abu Muhammed Əl-Həsən ibn Ali ibn Əbi Talib radiyallahu anhudan gələn rəvayətdə deyir ki, hafiztu min Rasulillahi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu sözləri əzbərlədim. Dəʼ mə yəribukə ilə mə lə yəribuk. Sənə şübhə verən şeyi şübhə verməyənə burax. Fə innə sıdqatu mə'ninə. Çünki doğruluq, doğru danışmaq rahatlıqdır. Vəl-kəzib ribə. Yalan isə şübhədir, şəkdir. Və həmçinin yalanın cəzalarından uqubə qeyru muayyənə minallah cəllə və alə. Müəyyən olunmayan bir cəza. Abu Bəkr radiyallahu anh'a gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Mə min zəmbin əcdəru ən yec'alallahu ta'ala sahibil uqubə fid-dünya ma'a ma yəddəxiru ləhu fil-əxirə min qati'atir rahimi vəl-xiyanəti vəl-kəzib. Dünyada əzabı, cəzası gəlməsinə layiq olan günahlardan Allah Teala tərəfindən, hansı ki onun cəzası axirətə də qalır, qohumluq əlaqələrin kəsilməsi, xəyanət və yalandır. Dünyada cəzanı qazandıran günahlardan qohumluq əlaqələrin kəsilməsi, xəyanət və yalandır. Və innə a'cələt ta'ati thəvabən ləsilətur rahim. Amma dünyada ikən mükafatını qazandıran əməllərdən, itaətlərdən biri də qohumluq əlaqələrini birləşdirməkdir. Hətta ən əhləl beyti lə yəkununə fəcərə. Fikir verin, Peyğəmbər sallallahu buyurur ki, hətta ola bilər ki, ailə üzvləri, yəni yaxşı insan özlüyündə yaxşı insanlar olmasın. Fətənmu əmvaluhum və yəkfiru ədəduhum idə təvasalu. O insanların malı çoxalır, malı artır və sayı çoxalır, qohumluq əlaqələrini qırmadıqları üçün. Özlüyündə yaxşı insanlar deyil. Pis insanlar olmasına baxmayaraq, qohumluq əlaqələrini birləşdirdikləri üçün onların malı çoxalır, malı artır və sayı çoxalır qohumluq əlaqələrinə görə. Malik ibn Dinar rahimehullah deyir ki, "Əs-sidqu vel-kəzibu ya'tarikani fil-qalb hatta yuxrica ahaduhuma sahibah." Doğruluqla yalan insanın qəlbində çarpışır. Biri-birindən vuruşur. Nəhayət biri o birisini qəlbdən çıxartmadıqca. Yalan
doğruluğu çıxartmadıqca və yaxud da doğru danışmaq yalanı çıxartmadıqca. Və min axtari suvaril kəzib əlləti yu'accilullahu aleyhil iqab və yədə'u diyara bixaviyə qa'an safsafə əl-qamus. Yalanlar içərisində cəzası ən şiddətli olan yalanlardan biri də qamus andıdır. Yalandan and içməkdir. Qamus özü batırmaq deməkdir. Yəni sahibini günaha batırır, axirətdə də cəhənnəmə. Əbu Hureyra radiyallahu anh'a gələn rivayət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Leysə şey'un uti'allahu ta'ala fi a'cel thavaban min silatir rahim." Yəni Allaha itaat edilən əməllər içərisində mükafatı ən tez verilən əməllərdən biri də qohumluq əlaqəsidir. Qohumluq əlaqəsini birləşdirməkdir. وَلَيْسَ شَيْءٌ أَعْجَلْ إِقَامٍ مِنَ الْبَغْيِ وَقَطِيعَةِ الرَّحِمِ وَالْيَمْنَ الْفَاجِرِ تَدَعُ الدِّيَارَ بَلَاقِعَ. Və cəzası ən tez gələn, dünyada ikən ən tez gələn günahlardan, əməllərdən biri də zülüm və qohumluq əlaqəsinin kəsilməsidir və yalan yerə and içməkdir və yalan yerə and içmək bütün ölkələri viran qoyur. فَلْيَحْذَرِ الْمُسْلِمِ مِنْ هَذِهِ الْخِصْلَةِ الذَّمِيمَةِ Və müsəlman bu pis xislətdən çəkinməlidir. Və bu xislət, yalan yerə and içmək çox vaxt tacirlərdə olur, ticarətçilərdə. O ticarətçilər ki, onlar sadəcə yalan danışmaqla kifayətlənmirlər. Və yalandan əlavə olaraq yalan yerə and içirlər. Və bununla məqsədləri nədir? O fani olan dünya malını, o yoxa çıxacaq dünya malını qazanmaq istəyirlər. وَقَدْ حَذَّرَ مِنْ ذَٰلِكَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm Artıq bundan Peyğəmbər sallallahu aleyhi və səlləm çəkindirmişdir. Və buyurmuşdur ki, اَتْتُجَّارُ هُمُ الْفُجَّارِ Ticarətçilər facirlərdir. Ticarətçilər pis adamlardır, facirlərdir, günahkarlardır. Qilə ya Rasulallah və deyir ki, ya Rasulallah, əleysə əhəllallahul bey Məgər Allah Teala alış-verişi halal etməyibmi? Qalə bələ, deyir ki, bəli. وَلَكِنَّهُمْ يُحَدِّثُونَ فَيَكْذِبُونَ Lakin o ticarətçilər, tacirlər danışırlar və yalan söyləyirlər. وَيُقْسِمُونَ فَيَحْنَثُونَ And içir və sonra andlarını pozurlar. Və həmçinin dünyada cəzası gələn günahlardan biri də zülümdür, azğınlıqdır. Ənəs radiyallahu anh'a gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur: "Bəbəni muaccələni uqubətümə fid-dunya" Dünyada cəzası, axirətə qalmadan cəzası gələn günahlardan iki qapı vardır. O da azğınlıq və valideynlərin üzərinə ağ olmaqdır, üzünə ağ olmaqdır. Bəzi hikmətli insanlardan biri deyir ki, cəzası ən sürətli gələn günahlardan biri də Allahdan başqa köməkçisi, yardımcısı olmayan bir insana zülm etməkdir. Yəni zəif insana zülm etməkdir. Hansı ki onun arxasında duran yoxdur, Allahdan başqa heç kəsi yoxdur. Ona zülm etmək ən tez cəzanı gətirir. Və mücavarətun ni'ami bit-təqsir və həmçinin nemətləri səhlənkarlıqla qarşılamaq, nankörlüklə qarşılamaq və istitalatul qani aləl-fəqir və həmçinin zəngin insanın kasıb insana qarşı təkəbbürlük etməsi, o da cəzanı tezləşdirir. Və baxmayaraq ki, Allah Teala zalim insanı hədələmişdir. Ona dünyada ikən cəza gəlir. Amma bununla yanaşı yenə Allah Teala məzlum insan üçün qəbul olunan bir dua vermişdir. Hansı ki məzlum insanın duası ilə Allah arasında hicab, pərdə yoxdur. Ənəs radiyallahu anh'a gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: İttəqu da'vətəl mazlum Məzlumun duasından çəkinin. Və in kənə kafirə O məzlum kafir olsa belə. فَإِنَّهُ لَيْسَ دُونَهَا حِجَابٍ Çünki onun duası ilə Allah arasında pərdə yoxdur. Və buna dair bir misal götürək. Buxar rəvayət edir. Ənə əhləl Kufə şəkəv Sa'd ibn Əbi Vaqqas ilə Umar. Kufə əhli, fikirləyin Kufədə həmişə problemlər çıxıb.
Küfə əhli Sa'd ibn Əbu Vaqqas radiyallahu anhudan Umar radiyallahu anhuya şikayət edirlər. فعزل واستعمل عليهم عمارا فشكوا سعدا حتى ذكروا أنه لا يحسن الصلاة. Şikayət edirlər ki, Sa'd yaxşı namaz qıla bilmir. فقال يا أبا إسحاق إن هؤلاء يزعمون. Və Umar adına adam göndərir və onu çağırtdırır. Və deyir ki, Əbu İshaq, yəni bunlar deyirlər ki, sən gözəl namaz qıla bilmirsən. Və Sa'd deyir ki, əmə ənə fəvallahi inni kuntu salli bihim salatə Rasulillahi sallallahu aleyhi və səlləm. Mənə gəldikdə mən onlara Peyğəmbər sallallahu aleyhi və səlləmin namazını qıldırırdım. Yəni, heç bir şeyi əskiltmirdim. İşə namazını qılır, birinci 2 rəkatını uzun, sonraki 3-4'ü isə qısa qılırdım. Və Umar radiyallahu anh deyir ki, bizim də zənnimiz sənə elə belədir. Gözəl zənn deyil. Fərsələ mə'u rəculan əv ricələn iləl Kufə. Onunla yanaşı bir neçə kişini göndərir. Fəsəl anhu əhləl Kufə və ləm yədə'ə məsələn illə sələ anhu. Və Küfəyə gedirlər, bütün məscidləri gəzirlər, hər bir məsciddə onu tərifləyirlər. Nəhayət, Bəni Abs məscidinə daxil olurlar. Və onlardan biri qalxır, Usame ibn Qatədə adında, o Əbu Sa'də, künyəsi Əbu Sa'də idi. O da deyir ki, əmə idə nəşəddinə fə innə Sa'dən kənə lə yəsiru biz səriyyə. Siz xahiş elədiyinizə görə mən deyəcəyəm, deyir. Biz Sa'd, yəni döyüşdə bizlə getmir. Və bölgü zamanı bölgünü düzgün bölmür. Adil deyil, ədalətli deyil. Amma Sa'd radiyallahu anh bunu eşitəndə deyir ki, və ənə vallahi lə əd'uvənnə bi thələth. Allaha and olsun ki, 3 dua edəcəyəm. Allahumə in kənə abdukə hədə kəzibən qamə riyəən və sum'a fəatil umura. Deyir ki, Allahım, əgər sənin bu bəndən yalan danışmaq üçün, özünü göstərmək üçün, özünü eşitdirmək üçün ayağa qalxıb danışırsa, onun ömrünü uzat. Və atil fəqra, onun kasıblığını uzat. Və arridhu lil fitən, onu fitnələrə məruz qoy. Və kənə racul ilə su ilə bə'də yəqul. Və sonra ondan soruşulanda deyərdi ki, şeyxun kəbir məftunun asabətni dəvət Sa'd. Yaşlı qocayam, mənə Sa'dın duası toxunub. Qal Abdülməlik deyir ki, fəənə rəaytu bə'də qad saqata həcibə alə ayneyhi. Mən onu sonradan gördüm, artıq qaşları gözünün üstünə düşmüşdü qocalıqdan. Və innəhu ləyətəarrədu lilcəvari fit-tariqi yəğmisunnə. Və yolda qız uşaqlarına sataşırdı. Və həmçin dünyada cəzası gələn günahlardan qati'atur rahm, qohumluq əlaqələrini kəsməkdir. Hədisdə də gəlir ki, mə min zənbin əcdər ən yuəccilallahu təalə sahibə əl-qubə fid-dünya mə mə yəddəxiru fil-əxirə min qati'atir rahm. Dünyada ən tez cəzası gələn günahlardan qohumluq əlaqəsi kəsmək, xəyanət və yalandır. Ahirətdə də onun cəzası vardır, əlavə olaraq. Demək, qohumluq əlaqəsinin kəsdiyinə görə dünyada cəza gəlir. Onu edən istəyir salih insan olsun və yaxud da fasik insan olsun. Və bunu aradan qaldırmaq yalnız tövbə ilə olur. Nəfsini, yenə qohumluq əlaqəsini birləşdirməyə yönəltməklə olur. Və həmçinin Peyğəmbər s.ə.v-dən sabit olmuşdur hədisdə, mən qata'a rahiməhu ləqiyyə və bələhu qablə ən yəmur. Kim qohumluq əlaqəsini kəsərsə, ölməzdən əvvəl onun cəzasını çəkər. Ona bəla üz verər. Və fi dəlikə nassun sari alə ənə qati'ar rahim yulqa cəzəhu fid-dünya və ləbud. Bu hədis açıq aydın dəlildir ki, qohumluq əlaqəsini kəsən insanın cəzası dünyada mütləq veriləcəkdir. Və həmçinin mənəvi cəzalar da vardır. Allah Teala qohumluq əlaqəsini kəsən insanı cəzalandırır mənəvi cəza ilə. Və ən yəzhara aleyh thawabən lil-vasil və azabən aləl-qatil. Və qohumluq əlaqəsini birləşdirən insan Allah Teala tərəfindən ona yardım gəlir, həm savabı artır, amma kim ki qohumluq əlaqəsini qırır, ona cəza gəlir. Əbu Hüreyrə radiyallahu anh gələn rivayətdə bir kişi deyir, ya Rasulallah, ey Allahın elçisi,
İnnə li qarabə aslihum və yaqta'unəni. Mənim qohumlarım var. Mən onlarla əlaqəni birləşdirirəm. Onlar yenə kəsirlər. Barışıram, yenə küsürlər. Və uhsinu ileyhim və yusi'unə ileyh. Mən onlara yaxşılıq edirəm. Onlar mənə pislik edirlər. Və ahlumu anhum və yechəlunə aleyh. Yəni mən onlara qarşı səbirli oluram. Onlar isə mənə qarşı cahillik edirlər. Və Peyğəmbər s.ə.v nə buyurur? Ləin kuntə kəmə qult fəkəənnəmə təsuffuhum əlməl. Sən əgər dediyin kimisənsə, elə bil ki, sən onların üzərinə kül atırsan, köz atırsan. Yəni, onların etdiyin əməlin zərəri onların özlərinədir. وَلَا يَزَالُ مَعَكَ مِنَ اللّٰهِ ظَهِيرٌ عَلَيْهِمْ مَا دُمْتَ عَلَى ذَلِكَ. Və nə qədər ki, sən belə davam edirsən, Allah Teala tərəfindən sənin yanında onlara qarşı yardımcı vardır. Və həmçinin bəlalardan, dünyada cəzası gələn əməllərin, günahlardan biri də müsəlman insanın eybini açmaq və onu yardımsız qoymaq. Əmmə kəşf və avratul muslim fə innə cəzahu muaccəl. Kim bir müsəlmanın aybını açarsa, onun cəzası mütləq dünyada ikən veriləcəkdir. Allah Teala da onun eybini açaraq, onu əməlinə müvafiq bir cəza olaraq onu rüsva edəcəkdir. Və yakunu kəşf və avratul muslim və fathu bidariq. Və müsəlman qardaşın eybini açmağın yolları vardır. Onun eyblərini açmaq, insanlara bildirmək, insanlar arasında yaymaq, insanları ondan çəkindirmək və onu aşağılamaq, heç bir şər'i dəlil, yəni gərəkdirən bir şey olmadan. Və sonra burada şeyh buyurur ki, وَهَذَا دَيْدَنُ كَثِيرٌ مِنَ النَّاسِ. Bu əməl çox insanların məşğuliyyətidir, Allahın rəhm etdiklərindən başqa. İnsanların eybini açmaq, insanların eybini yaymaq, insanların eybini yayaraq çəkindirmək, çox insanların məşğuliyyəti bundan ibarətdir. Allahın illə mən rahimallah, Allahın rəhm etdiklərindən başqa. Allah Teala hər birimizi öz rəhmətinin içərisində daxil etsin. وَقَدْ وَرَدَ وَعِيدٌ شَدِيدٌ فِي حَقِّ مَنْ فَعَلَ ذَلِكَ. Bunu edənlər haqqında şiddətli bir hədə gəlmişdir. Nur surəsi 19-cu ayədə Allah Teala buyurur: İnnellezîne yuhibbûne en teşî'al fâhişetu fillezîne âmenû lehum azâbun alîmun fid-dunya vel-âxirə. O kəslər ki, möminlər arasında çirkin işlərin yayılmasını sevirlər, istəyirlər, onlar üçün dünyada və axirətdə əzab vardır. Ağrıdıcı əzab vardır. İkinci, ayıbın açılmasının yollarından müsəlmanın ayıbını araşdırmaqdır. Və onun ayıbının üzərinə çıxmaqdır. Casusluq yolu ilə və yaxud da onun halı haqqında soruşmaqla və buna oxşar çirkin üslublarla. وَالْمُتَتَبِعُ لِعَوْرَاتِ الْمُسْلِمِينَ وَاِنْ يَكُنْ سَاتِرًا لِمَا يَعْلَمُهُ مِنْ تِلْكَ الْعَوْرَاتِ فَهُوَ عَنْ فَضْحِ سَرِيرَةِ وَاَتْكِ عَوْرَ غَيْرِ بَعِيدٍ. Əgər bir insan başqa insanların eyiblərini açırsa və onun da eyiblərinin açılması uzaqda deyildir, yaxında onun da eybi açılacaqdır. لِأَنَّ جَزَاءَ تَتَبُّعِ الْعَوْرَاتِ عِنْدَ اللّٰهُ حَتْكُ عَوْرَةِ مَنْ فَعَلَ ذَٰلِكَ وَفَطَحَ. Çünki Allah Teala tərəfindən bir cəzadır ki, başqasının eybini açanın Allah Teala ona eybini açır. لَا مُجَرَّدْ جَزَاؤُهُ بِتَتَبْعِ عَوْرَتِهِ. Sadəcə yüngül cəza verilmir. Onun əməlinin növünə uyğun cəza verilir. وَهَذَا مَا يَجْعَلَ الْأَمْرَ فِي غَايَةِ الْخُضُورَ لِمَنْ لَهُ قَلْبٌ أَوْ أَلْقَ السَّمْعَ وَهُوَ شَهِيدٌ. Kimin qəlbi varsa, qəlbi diridirsə və həmçinin ayıq qəlblə bu sözləri dinləyirsə, onlar üçün olduqca mühüm məsələdir, təhlükəli bir işdir, ibrət alması üçün. Yaqul Rasulullah sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur: Ya ma'şara men amene bilisanihi ve lem yedhul imanu qalbə. Ey dili ilə iman gətirib qəlbinə iman daxil olmayan kimsələr. La tu'zul muslimin, müsəlmanlara əziyyət verməyin. Və la təttəbi'u avratihim, onların eyiblərini araşdırmayın. Fə innehu men tətəbbə avrata axil muslim Allahu avrata. Bir insan müsəlman qardaşının eybini araşdırarsa, Allah Teala da onun eybini araşdırar.
وَمَنْ تَتَبَّعَ اللّٰهُ عَوْرَتَهُ يَفْتَحُهُ وَلَوْ فِي جَوْفِ رَحْلِهِ. Eğer Allah Teala bir insanı evini araştırarsa, onu evinin boşluğunda içerisinde olsa belə onu rüsva eder. لَا تَكْشِفَنَّ مَسَاوِيَ النَّاسِ مَا سَتَرُوا. Şair buyurur ki, sen insanların eyiblerini açma ne kadar ki onlar örtürler. فَيَهْدِكُ اللّٰهُ سِدْرًا عَنْ مَسَاوِيكَ. Allah Teala da senin pisliklerinden, eyüplerinden örtüyü kaldıracaktır. وَذْكُرْ مَحَاسِنَ مَا فِيهِمْ اِذَا ذُكِرُوا. Onlar hatırlandığı zaman onların yaxşılıklarını hatırla. وَلَا تَعِبْ أَحَدًا مِنْهُمْ بِمَا فِيكَ. Özünde olan eyüple onlardan hiçbirini ayıplama. Üçüncü, Müslümanın eyibini açmanın yollarından ta'yirul muslim bi zembi. Müslümanı günahına göre ayıplamak. Müslümanı günahına göre ayıplamak. Həmçinin İbn Umar radiyallahu anh'a gelen rivayet Peygamber sallallahu aleyhi ve sellem buyurur: "Ya ma'şer eslam bilisanihi ve lem yedhul imanu kalbe." Ey dilleriyle Müslüman olup kalplerine iman dahil olmayanlar, la tu'zul muslimin, Müslümanlara eziyet vermeyin, ve la tuayyiruhum, onları ayıplamayın ve onların ayıplarını araştırmayın. İbn-i Cevzi İbn-i Kayyum rahmetullah buyurur: İnne ta'yirake li ahike bidem a'zam ismen min zembihi. Çok güzel ifade işledir burada. Diyor ki, senin kardeşini günahına göre ayıplamağın onun günahından, işlediği günahdan daha şiddetlidir. Senin ayıplamağının günahı onun ettiği günahdan daha şiddetlidir. Niye? لِمَا فِيهِ مِنْ صَوْلَةِ الطَّاعَ وَتَزْكِيَةِ النَّفْسِ. Çünkü bu işin özünde nefsi temize çıkartmak olduğu için. Yani sen ne vakti başkasını ayıplayırsan, yani o demek değil, o pis gündədir, yani ben yaxşıyam. Yani insanın da özünü yaxşı görməsi, özündən razı qalması onun etdiyi günahdan daha şiddətlidir. Və inna axaka ba'a bihi, ola bilsin sənin eyib tutduğun qardaşın o günahdan sonra elə bir peşmançılıq keçirib, Rəbbinin qarşısında elə şəkildə sınıb ki, onun günahının ona o bir qədər təsiri olmasın tövbəsinə görə. Allah qarşısında elə bir zəlillik yaradıb. وَالتَّخَلُّصْ مِنْ مَرَضِ الدَّعْوَ وَالْكِبْرِ وَالْعُجْبِ وَوُقُفْ بَيْنَ يَدَيْ اللّٰهِ نَاكِسَ الرَّأْسِ. Yani o insan artıq olabilirse o günah səbəbiyle təkəbbürlük, özündən razılıq, xəstəliyindən xilas olub Rəbbinin qarşısında başı aşağı durmaqla, sınıq qəlbdə durmaqla, hansı ki o onun üçün daha faydalıdır sənin etdiyin ibadətlərdən. وَتَكَثُّرُكَ بِهَا وَالْاِعْتِدَى بِهَا. Yəni sənin etdiyin ibadətlərin çox görməyin və özünlə xoşal olmağından onun günah səbəbi ilə əldə etdiyi o hisslər sənin əməllərindən daha xeyirlidir. وَلَعَلَّ اللّٰهِ أَسْقَوْ بِهَذَا الذَّنْبِ دَوَاءَ اسْتَخْرَجَ بِهِ قَاتِلًا هُوَ ف۪يكَ وَلَا تَشْعُرُ. Fikir verin. Deyir ki, ola bilsin, Allah Teala o günah səbəbi ilə o insana elə bir dərman içirib ki, onu öldürən xəstəlikdən onu təmizləyib. Hansı ki, o öldürən xəstəlik səndə var, sən özünü də hiss etmirsən. Mənası aydındır. Yəni, günah səbəbi ilə yəni, Allah Teala deyir, ona elə bir dərman içirib ki, onu məhv eləyən xəstəlikdən onu təmizləyib. Hansı ki, məhv edən xəstəlik sənin özündə var, sən özünü hiss eləmirsən. Necə ki, başqa yerdə İbn-i Qayyum rahimehullah gətirir, deyir, bəzən insanın hər hansı bir günaha düşməsi onun haqqında bir rəhmət olur. Çünki o günah səbəbi ilə insan cənnətə düşür. Hətta iblis deyər ki, kaş ki, mən onu günaha düşürməzdim. O da necə olur? İnsan günahdan əvvəl yəni özünü yaxşı bir müsəlman kimi görür. Amma günahdan sonra insan Allahın qarşısında elə sınır, peşman olur və etdiyi günahı gözünün qarşısında tutur.
unutmur, oturduğu halda, uzandığı halda, ayaq üstə olduğu halda, Rəbbinin qarşısında başı aşağı olur, Rəbbindən həya edir, yalvarır, yaxarır. Demək, bu əməllər insanı hara aparan əməllərdir? Cənnətə. Ona görə deyir ki, bəzən də insan etdiyi əməllə, yaxşı əməllə, ibadətlə cəhənnəmə düşür. O da necə olur? Yəni, etdiyi əməllə, ibadətlə minnət qoyduğu üçün Rəbbinə və etdiyi əməllə hər hansı bir nemətə, cənnətə layiq olduğunu hiss etdiyi üçün əməl də batıl olur. Ona görə buyurur ki, burada da, yəni ola bilsin, yəni o günah səbəbi ilə insan artıq onda olan o xəstəliklərdən təmizlənib, ucub xəstəliyindən. Amma deyil, sənin özündə o xəstəlik var, sənin o xəstəlik hiss eləmirsən. Hədə mən ayyərə muslimdən fəqad fəalə fəkeyfə bimən ayyərə muslimə bi şeyin leysə ləhu fihi yəd. Əgər bu məsələ insanda olan bir günahla, eyiblə insanı ayıbladığı zaman belədirsə, onda olmayan bir şeylə müsəlmanı insan ayıbladığı zaman onun cəzası necədir? Və yaxud da onun səbəbi olmadan, onun ixtiyarı olmadan olan bir əmələ görə insanı ayıblayarsa, onun cəzası nə qədər şiddətlidir. Məsələn, insanı, uzun insanı ayıblamaq filan ki, uzundur. Yəni, onun insanın uzun olması əlində deyil ki. Və yaxud da cahil olması, və yaxud da fəhmi az olması. Və həmçinin müsəlmanın eybini açmağının yollarından, üsullarından müsəlmana iftira yaxmaq. Və qadəfəu fi irdihi, onun şərəf ləyaqətinə toxunmaq, böhtan atmaq. Və bu da ən böyük günahlardandır. Allah Teala bunun cəzasını dünyada ikən verir. Allah Teala buyurur Nur surəsi 23-cü ayədə: "İnnellezîne yermûnel muhsanâtil gâfilâtil mu'minât lu'inû fid-dunya vel-âxirah." Mömin qafil, yəni günahdan bixəbər olan və ismətli, iffətli mömin qadınlara ittiham edənlər, ləkə yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Lənət də nədir? Dünyada Allahın rəhmətindən qovulmaq, uzaq düşmək. Fəyuhramul muslim bizəlikə min məvaridil xeyr və məfatihil fadl. Və bununla müsəlman xeyir yerlərindən uzaq olur və həmçinin də axirətdə və həmçinin Nur surəsi yenə Allah təala buyurur, o kəslər ki, möminlər arasında çirkin işlərin yayılmasını sevirlər, onlar üçün dünyada və axirətdə əzab vardır. Əgər sadəcə, fikir verin deyir, sadəcə istəyənlər üçün, yayanlar üçün yox, sadəcə istəyənlər üçün bu cür əzab varsa, dünyada və axirətdə ağrılıcı, onda bunu yayanların halı necə olar? Şək yoxdur ki, onun əzabı daha şiddətli olacaqdır. Və onun dünyadakı aqibəti daha həlak edici, daha rüsva edici olacaqdır. Allah Teala salamatçılıq versin həm dünyada və həmçinin axirətdə. Abu Asim Ən-Nəbil deyir ki, "Lə yəzkurun nəsə bimə yəkrahun illə səfələ, lə dinə ləhum." İnsanları pisliklə yad edənlər, insanları xoşlanmadığı bir işlərlə yad edənlər aşağı, düşük, dini olmayan insanlardır. Malik Rahimullah deyir ki, "Kəfə bil mər'i şərran ən lə yəkuna salihan və yəqafis salihin." İnsanın şər olması kifayət edər ki, onun salih olmaması və salihlərə sataşması. Yəni, insana şər olaraq kifayət edər, onun salih olmaması, yəni əməli salih bir insan olmaması bir eyib və üstəlik salih insanlara dil uzatması. Və həmçinin dünyada cəzası gələn günahlardan, yəni burada götürəcəyimiz sonuncu, müsəlmanı yardımsız qoymaq. Müsəlmanı yardımsız qoymaq. Necə ki, səhih hədisdə Cabir radiyallahu anhdan gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, "Mə min imrin yaxdulu imra'an muslimən fi mawtin yuntaqasu fihi min irdih və yuntahaku fihi min hurmati illa xadalahu Allahu fi mawtin yuhibbu fihi nusrata." Hər hansı bir insan
bir müsəlmanın şərəf ləyaqətinə toxunduğu zaman, onun hörmətinə toxunulduğu zaman, onu yardımsız buraxarsa, Allah Teala onu yardıma ehtiyacı olduğu yerdə yardımsız buraxar. وَمَا مِنْ أَحَدٍ يَنْصُرُ مُسْلِمًا. Amma hər hansı bir insan müsəlmanın şərəf ləyaqətinə toxunulduğu zaman, hörmətinə toxunulduğu zaman ona yardım edərsə, Allah Teala o insana yardıma ehtiyacı olduğu zaman yardım edər. Və burada müsəlman deyəndə hər bir müsəlmanı yəni əhatə edir, tanıdığın və ya tanımadığın. İkinci, ənnə nasral muslim və aləm xuddən yakunu bi umur. Və müsəlmana yardım etməyin də necə olur? Onu yardımsız buraxmamağın, onun qeybəti olunduğu yerdə qeybətə icazə verməməyinlə olur. Və onu məskərə edirlərsə, ona tənə edirlərsə və onu eyib tuturlarsa və casusluq edirlərsə, onun qarşısını almaqla olur. Və onun malını götürürlərsə, onun haqqı çeynənilirsə, ona icazə verməməklə olur. Və həmçinin onun şərəf ləyaqətinə toxunulursa, onun qarşısını almaqla olur. Adəm-i səbiyyə bir ey şəklin və yaxud da hər hansı bir formada əziyyət olunduğu zaman onun qarşısını alınmaqla olur. İbn Umar radiyallahu anhumadan gələn rəvayətdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Əl-muslimu axul muslim." Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, ona yalan danışmaz, onu yalqız buraxmaz. Hər bir müsəlmana haramdır onun namusu, malı və qanı. Və təqva buradadır. Bihəsbi imri'in minəşşər ən yəhqir axal muslim. Və insana şər olaraq kifayət edər müsəlman qardaşını təhqir etməsi, ona xor baxması. Üçüncü isə Ənəllah Cəllə və Alə cəaləl cəzə fi hədil xisal min cinsil əməl. Yəni Allah Teala bu xislətlərdə, qeyd etdiyimiz xislətlərdə onun cəzasını əməlin növünə uyğun etmişdir. Dünyada ikən onu verir. Ənəs radiyallahu anh gələn rəvayəti Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Mən nasara axahu bi zahril ğeybi nasarahullah fid dunya vel axirə." Əgər bir insan qardaşına onun olmadığı yerdə yardım edərsə, Allah Teala dünyada və axirətdə ona yardım edər. Allah Teala hər birimizə haqqı haqq olaraq göstərsin, haqqa müvəffəq etsin. Batili batıl olaraq göstərsin, batildən çəkindirsin və eşidib yaxşısına tabi olanlardan etsin. Allah razı olsun. Salam. İxlasla.com saytı tərəfindən təqdim olundu.